üçün çox vaxt ayırmıram, səmimi deyil. Sizə gəlir ki, Azərbaycanda hamı otursun verişlərə baxır. Amma səmimi deyim, elə deyil. Yox, mən Azərbaycan mediasına baxıram. Azərbaycanda profesional media da var. Ancaq mən sizə bir şey deyim də, həyatda ən çətin şey vətənə xəyanət etmək. Əlbəttə, göz çəkimdə mən sizə deyirəm ki, həyatda ən bir çətin şey vətənə xəyanət etməkdir, dövlətinə xəyanət etməkdir. Mən o statusda yaşayan insanlara səmimi deyirəm, mən yazığım gəlir, düzdür, Allahın yazdığı gəlsin. Amma bunu mən bir bədbəxtçilik sayıram. Mən Vətən üçün çalışmaq deməkdir. Və məsələn, Qarabağda separatistləri təşviq edəndə siz vətən düşünürdünüz. Yenə deyirəm, mənim haqqımda nə deyirsinindən sonra 5 qat artıqını deyin. Ayət edirəm sizə. Tönqül ödünüz. 5 qat artıq da deyin, 10 qat artıqını deyin. Bizə deyirlər, mənim heç eynimə deyil. Amma belə deyil, mən də sizə müəyyən dərəcədə sizin mövcud durumunuzu bir qədər halımacıyım. Mən də istəməzdim, amma 100 mindən Azərbaycanın Almanya'da sığınacaq alır. 100 minlərə yox, rəqəmləri genişlətməkdir. 100 minlərlə deyil, 10 minlərlə deyil, 10 minlərlə deyil. Azərbaycandakı siz vəziyyətlərdən real vəziyyətinizi görürsünüz. Azərbaycan Respublikası vətəndaşı idiniz, yaşayırdınız, hər hansı bir səbəblərdən sonra siz getdiniz, öz qərarınızdır. Ona görə də həyatda sizin haqqınızda baş verən və bilməyən hadisələrə görə Azərbaycanı günahlandırmaq bu düzgün deyil. Mənim bir səbəbləri özünüzə də axtarmalısınız. Azərbaycan Respublikası vətəndaşısınızsa, biz hər bir Azərbaycan vətəndaşını dəvət etmək, mənim sizin öz qərarınızdır. Cinayət işi var, istintaq mənə əməkdaşlıq edən cinayət işinə cavablarınızı verir. Niyə ki, mən hüquqşünas deyirəm, hüquqşünas olduğuma iddia etmirəm, amma sizin barənizdə istintaqlar olub, istintaq mənə əməkdaşlıq edən mövqeyinizi bildirər. Amma siz bunun müqabilində siz nə edirsiniz? Məsəl üçün, Azərbaycanda kimi gördünüz, təhqir etmək, şantaj etmək və s. Bilirik ki, səmimi deyək də, yəni ki, sizdə siz özünüzə jurnalist olduğunuza iddia edirsiniz, bu peşəkar jurnalistika deyil. Səmimi deyim, bu peşəkar jurnalistika deyilsin, elədiyiniz. Müəyyən bir blog ekspert ola bilər, blog çərçivəsində fəaliyyət göstərsin, yenə də sizin şəxsi qərarınızdır. Təşəkkür ederim. Onlar arzu verəm sizə. Sağ olun.